Vaxtınız xeyir. Bugün 15-i 3-cü ay 2026-cı il 9-cu siniflər üçün OTK sınağı oldu. İndi o sınağın izahına baxaq. Deməli 31-ci sual. M parametrinin hansı qiymətində y bərabərdir mənfi x kvadratı plus 3x plus m funksiyasının qrafiki a mənfi 2 nöqtəsindən keçər. Deməli, birinci yerdə x-in, ikinci yerdə y-in qiyməti durur. O zaman biz qiymətləri yerinə yazıb yoxlayırıq. Deməli, mənfi 2-nin kvadratı, qarşıda bir mənfi, plus 3 vurulsun mənfi 2 plus m bərabərdir 2. Mənfi 4 çıxılsın 6, üstə gəl m bərabərdir 2. Mənfi 10 üstə gəl m bərabərdir 2. M də bərabərdir 12. D variantı. Baxaq 32-ci suala. Deməli, 32-ci sualda A bərabərdir 28.000 ədədinin standart şəkildə yazılışında tərtibini tapın. Biz bilirik ki, qiymətli hissə 1 ilə 10 arasında olmalıdır. Deməli, tərtib isə 10 üstü n kimi göstərilir. Deməli, A bərabərdir 2,8 vurulsun 10 üstü 4 şəklində olacaq. Deməli, tərtib 4-ə bərabərdir. M bərabərdir 4 olacaq. A variantı. Daha sonra 33-ə baxaq. Çevrənin radiusunu 4 dəfə artırdıqda uzunluğu necə dəyişər? Çevrənin uzunluq düsturunu yazıram. C bərabərdir 2 pi r. Uzunluğu radiusla düz mütənasib olduğuna görə çevrənin radiusunu 4 dəfə artırdıqda uzunluğu da 4 dəfə artar. Deməli, A variantı. Daha sonra 35-ə baxaq. 33, 34-ə baxaq indi. Deməli, A və B çoxluqları üçün A kəşmə B 7-yə bərabərdir. Bir Venn diaqramı çəkirəm. A, B. Kəsişmə 7-dir. 7-dir. Yalnız B-də olanlar 4-dür. Yəni, N, B ilə A-nın fərqi yalnız B-də olanlar 4-dür. Bizdən soruşur. NB-ni NB bərabərdir. 7 üstə gəl 4 bərabərdir 11. D variantı. Növbəti misala baxaq. Deməli, 35-də nədir? Əkov 12, 84. Əkov 12, 84 plus əbov 83, 84 bərabərdir. Deməli, əkov 12, 84. Biz bilirik ki, biri digərinin bölənidirsə, kiçiyi əbov, böyüyü isə əkovdur. Deməli, 12 və 84. 84 12-yə bölündüyünə görə, deməli, əkov 84 olacaq. Üstə gəl. Ardıcıl ədədlərin əbovu 1-ə bərabər olduğuna görə, deməli, 83 və 84-ün əbovu 1-dir. O zaman olacaq 85. Cavab C variantı. 36-ya baxaq. 36-da sistem tənlik verilib. Deməli, 2x plus y bərabərdir 14. 3x minus y bərabərdir 6. Tənliklər sistemindən x-i soruşur. Deməli, biz bu sistem tənliyi tərəf-tərəfə toplayaq. 5x bərabərdir 20. X də bərabərdir 4. C variantı. Daha sonra 37. 5x kvadratı çıxılsın 4x bərabərdir 0. Tənliyinin müsbət kökünü soruşur. Bu zaman biz buradan x-i ortaq vuruq kimi çıxardaq. Bərabərdir 0. Hasil nə zaman 0-a bərabər olar? Vuruqlardan biri 0 olarsa. Deməli, 5x çıxılsın 4 bərabərdir 0. X də bərabərdir 0,8. Müsbət kökünü soruşur, olacaq C variantı. Sonra 38-ə baxaq. 38-də deməli 4-də 3A bərabərdir 1 bölünsün 12B. Tənasüblə vuraq. Tənasübün kənar hədlərinin hasılı orta hədlərin hasılı nə bərabərdir? Bu zaman vururuq 36AB bərabərdir. Çarpaz vuraq 4. AB bərabərdir 1 bölək 9. Deməli, 1 bölək 9 C variantı. Sonra 39-a baxaq.
Ədəd oxu üzərində -6,3 ədədindən sağda yerləşən mənfi tam ədədlərin cəmini tapın. Bir ədəd oxu göstərək. Səliqəli çəkim. Deməli, ədəd oxu göstərək. Ədəd oxu üzərində 0 nöqtəsi buradadır. Deməli, -1, -2, -3, -4, -5, -6. -6,3 bu tərəfə düşəcək. -6,3. Deməli, sağda yerləşən ədədlərin cəmini tapın. Deməli, biz bu ədədlərin cəmini tapırıq. Olacaq, deməli, 10, bunlar 10, bunlar da 10, 20, 21 olacaq. -21. A variantı. Daha sonra 40-a baxaq. Deməli, 40-da A üstəgələk A üstəgəl B bərabərdir 4. Sonra C çıxılsın A bərabərdir -2. Bizdən soruşur A kvadratı çıxılsın AC plus AB çıxılsın BC plus 1 ifadəsinin qiymətini tapmaq lazımdır. Deməli, biz burada səmərəli üsullardan istifadə edəcəyik. Burada deməli A kvadratı ilə AB-ni də bir qruplaşdıra bilərik. Məsələn, buradan qruplaşırsaq A üstəgəl B olacaq. Buradan qruplaşırsaq bunların ikisini də bir qruplaşdıraq. Məsələn, A-nı mötərizə xaricine çıxardaq, olacaq A üstəgəl B. Digərində isə -C-ni mötərizə xaricinə çıxardaq, olacaq A üstəgəl B üstəgəl 1 bərabərdir. Yenə buradan ortaq vuruq çıxardaq, A üstəgəl 1 və A çıxılsın C plus 1 və bunların da qiyməti verilib. Amma burada C çıxılsın A-dır, bizdə isə A çıxılsın C-dir. Bunu A çıxılsın C yazmaq üçün qarşıya mənfi çıxır, o da mənfi ilə müsbətləşəcək, olacaq 2. Deməli, bərabərdir 4 vurulsun 2 üstəgəl 1. Olacaq 8 üstəgəl 1 bərabərdir 9. B variantı. 41-ə baxaq. A 3, -2, B 8, 10. Nöqtələr arasındakı məsafəni tapın. A, B nöqtəsi arasındakı məsafəni tapmaq üçün, iki nöqtə arasındakı məsafəni tapmaq üçün biz son koordinatdan başlanğıc koordinatı çıxırıq kvadratı, üstəgələk digərinin son koordinatından başlanğıc koordinatı çıxırıq kvadratı olacaq. Deməli, modulda AB bərabərdir 8-dən 3'ü çıxanda 25, 5'in kvadratı 25, üstəgəl 144, olacaq kök altı 169, modulda AB bərabərdir 13. B variantı. 41 yazdıq. İndi baxaq 42-yə. 42. Deməli, bizdə deyir ki, tam səthinin sahəsi 24 kvadrat santimetr. Kubun həcmini tapın. Deməli, kubun tam səthinin sahəsi S tam bərabərdir 6A kvadratı. 6A kvadratı bərabərdir 24-ə. A kvadrat bərabərdir 4, A da bərabərdir 2. Kubun həcmini soruşur. V bərabərdir A kubu, o da bərabərdir 2'nin kubu bərabərdir 8. B variantı. Daha sonra 43'ə baxaq. 5'dən bir hissəsi dolu olan çənin boş hissəsinin həcmi dolu hissəsinin həcmindən neçə dəfə çoxdur? Məsələn, 5'dən dolu olan hissə nə qədərdir? 5'də 1 hissə. 5'də 1. Boş olan hissə nə qədərdir? 5'də 4. Həcmi deyir, dolu olan hissənin həcmindən neçə dəfə çoxdur? Yəni 5'də 4, 5'də 1-dən nə qədər çoxdur? Yəni 5'də 4'ü bölürük 5'də 1'ə. 5'də 4 vurulsun. 1'də 5, o da eləyəcək 4 hissə. D variantı. Sonra 44'ə baxaq. 44. 8 bölünsün kök altında 2 məxrəcini irrasionaldan azad edin. İrrasionaldan azad etmək üçün məxrəcin qoşmasına vurmaq lazımdır. O da olacaq 2'də 8 kök altında 2, 4 kök altında 2. Cavab Y variantı. Daha sonra 45'ə baxaq. 45. Deməli, katetləri 5 və 6 olan düzbucaqlı üçbucağın sahəsini tapın.
6 olan düzbucaqlı üçbucağın sahəsini tapın. Biz də bilirik ki, düzbucaqlı üçbucağın sahəsi katetlərin hasilinin yarısına bərabərdir. S bərabərdir 2-də 1 vurulsun 5 vurulsun 6. İxtisar gedəcək, eləyəcək 15. Cavab B variantı. Daha sonra 46-ya baxaq. 46-cı tapşırıqda 46. A-nın hansı qiymətində bu bərabərlik doğru olar? Deməli, 2A üstü xət plus A7 üstü xət bərabərdir 2 vurulsun A0. Deməli, bunu açaq. Deməli, 20 üstəgəl A üstəgəl 10A plus 7 bərabərdir 2 vuraq 10A üstəgəl 0. Olacaq, deməli, 27 üstəgəl 11A bərabərdir 20A 20A. 2-ni də 0-a vuranda 0 eləyəcək. Deməli, 20-dən 11-i çıxanda eləyəcək 9A bərabərdir 27, A da bərabərdir 3-ə. Cavab 3. 47-yə baxaq. 47. ABC üçbucağı verilib. ABC üçbucağı verilib. AD BC-yə perpendikulyardır. AD perpendikulyardır BC. Deməli, BAC 45 dərəcədir. BAC 45 dərəcədir bu hissə. Deməli, BAC 45 dərəcədir. Deməli, buraya yazıram alfa, buraya yazıram 45 çıxılsın alfa. Sonra CD olacaq 1 bölünsün CD-nin AD-yə nisbəti 1-in kök altı 3-ə nisbətidir. CD x olsun. AD isə AD kök altında 3x olsun. Belə. ABC-nin dərəcə ölçüsünü soruşur bizdən. ABC-nin, deməli buranı soruşur bizdən. Beta yazaq bura. Beta sual. İndi yazırıq belə. Deməli, burada biz yazarıq belə. Pifagorla tapaq. Deməli, AC-ni tapaq. AC-nin kvadratı bərabərdir. X-in kvadratı plus kök altı 3x-in kvadratı. Yəni 3x kvadratı. O da eləyəcək 4x kvadratı. AC də bərabərdir 2x-a. Yazıram 2x. Sonra bizdən soruşur ABC-nin dərəcə ölçüsünü soruşur. Burada uşaqlar baxın. Deməli, düzbucaqlı üçbucaqda katet x-dır, hipotenuzun yarısına bərabərdir. Deməli, nə zaman katet hipotenuzun yarısına bərabər olar? 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Biz hipotenuzu tapmadan da bilərdik ki, bu bucaq 60 dərəcədir. Niyə? Çünki 2x-i tapmadan bilərdik ki, 60 dərəcə bucağın qarşısına katet digər katetin kök altı 3 mislidir. Deməli, bura C bucağı 60 dərəcədir. 60, 45, eləyəcək 105. 180-dən də 105-i çıxanda eləyəcək 75 dərəcə. Deməli, beta bucağı 75 dərəcədir. Daha sonra 48-ə baxaq. 48. Bərabərsizlər sisteminin natural həllərinin cəmini tapın. İlk öncə biz bunu vurub açaq. 2, birbaşa yazıram. 2x plus 2 böyükdür x üstəgəl 6. 3x plus 2 kiçikdir 2x plus 10. Deməli, bunu həll edək. X böyükdür. Deməli, x-i keçirək sol tərəfə, 2-ni keçirək sağa eləyəcək. 6 çıxılsın 2. Geniş yazım, başa düşün uşaqlar. 2x çıxılsın x böyükdür. 6 çıxılsın 2. 3x çıxılsın 2x kiçikdir. 10 çıxılsın 2. 10 çıxaq 2. Buradan da yazırıq. Deməli, x böyükdür 4-dən, x kiçikdir 8-dən. Bərabərsizlər sisteminin natural həllərinin cəmini soruşur. Deməli, x 4 ilə 8 arasındadır. Natural həllər olacaq 5, 6, 7. Həllərinin cəmi 5 üzərinə gəlirik, 6 üzərinə gəlirik, 7 eləyəcək 11, 18. Daha sonra baxaq 49-a. 49-da deməli 2 paralel düz xət verilib. 2 paralel düz xət A, B. 3-cü düz xət ondan kəsişib. C düz xətdir.
1 və 2. Deməli, və verib ki, bucaq 2 çıxılsın bucaq 1 100 dərəcədir. Bizdən bucaq 2-ni soruşur. Deməli, biz bilirik ki, 1 ilə 2 daxili bir tərəfli bucaqlardır və bucaq 2 ilə bucaq 1-in cəmi 180-ə bərabərdir. Sistem tənliklə həll etsək, biz bunların birinə alfa, birinə beta da deyə bilərik ki, ədədlər bizi çaşdırmasın. Məsələn, alfa çıxılsın, alfa çıxaq beta bərabərdir 100 dərəcə, alfa plus beta bərabərdir 180 dərəcə. Sistem tənliklə yazır və tərəf-tərəfə toplasaq, 2 alfa bərabərdir 280 dərəcə, alfa da 140 dərəcə. Deməli, bizdən bucaq 2-ni soruşur. Bucaq 2-ni soruşur. Biz burada yerlərini səhv yazmışıq. Deməli, bir dəqiqə baxmışıq. Yox, düzdür. Deməli, alfa bucağı 140 dərəcə. Deməli, biz 2-yə, bucaq 2-yə alfa demişdik. 140 dərəcə olacaq cavab. Daha sonra baxırıq 50-ci tapşırığa. 50. A plus 1 bölünsün A bərabərdir 7. Bizdən soruşur A kvadrat plus 1 bölünsün A kvadratı bərabərdir sual işarəsi. Bu ifadənin hər iki tərəfini kvadrata yüksəldək. A kvadratı plus 1 bölünsün A kvadratı plus 2 vurulsun A vurulsun 1 bölünsün A bərabərdir 49. A'lar gedəcək. A kvadrat üstəgəl 1 bölünsün A kvadratı üstəgəl 2 bərabərdir 49. Bizdən soruşulan ifadə A kvadrat üstəgəl 1 bölünsün A kvadratı eləyəcək 47. Daha sonra baxaq 51-ə. Turist əvvəl yolun 30%-ni gedib. Sonra qalan yolun 60%-ni gedib. Deməli, yolumuz olsun x. X-dırsa, yolun uzunluğu x-dırsa, əvvəlcə yolun 0,3, yəni %30'unu gedib. Yəni 0,3'ünü gedib. Bu birinci getdiyi yol. 0,3'ünü gedib. İkinci isə qalan yol nə qədərdir? X-dan 0,3 x çıxanda 0,7 x. Bunun 60%-ni gedib. Deməli, vururam 60%-ə, yəni 0,16-ya. Eləyəcək 0,42 x. Deməli, əvvəl birinci gedib 0,13 x-ına, ikinci gedib 0,42 x-ına. Yolun neçə faizi gedilməmiş qalar? Bunları toplayaq 0, kəsir xətti ilə də toplaya bilərik bunu. 0,13 x üstəgəl 0,42 x bərabərdir 0,72 x. Bu getdiyi yoldur. Getmədiyi yol isə 1 çıxılsın 0,72 x, yəni x-da, x 1-dir. Yəni x-dan çıxıram, eləyəcək 0,28 x. Neçə faizi gedilməmiş qalar? Bunu da 100-ə vursaq, eləyəcək 28%. İndi baxaq 52-yə. Deməli, 52-də nədir? 52. NA verib, deməli, Venn diaqramı çəkirəm. A, bu da B. NA 6-dır, MB 8-dir. Kəsişməsi 2-dir. Deməli, NA 6-dırsa, kəsişməsi 2-dir. Deməli, bura qalacaq 4, MB 8, 8-dirsə bura qalacaq 6. A və B çoxluqlarının birləşməsindən təsadüfi olaraq götürülmüş bir elementin A ilə B-nin fərqi çoxluğunun elementi olması hadisəsinin ehtimalını tapın. Deməli, deyir ki, A və B çoxluqların birləşməsi. Birləşmə nə qədərdir? 4 üstəgəl 2 üstəgəl 6 eləyəcək 12 dənə element. 12 elementin deyir, A ilə B-nin fərqi nə deməkdir? Yalnız A-da iştirak edən elementlər 4 dənədir. 12-də 4 bərabərdir 3-də 1 olacaq. Daha sonra baxaq 53-ə. Hündürlüyü tərəfindən kök altında 3 dəfə kiçik olan rombun daxilinə çəkilmiş çevrənin radiusu 3 kök altında 3 olarsa rombun perimetrini tapın. Bir dənə romb çəkirəm. Deməli, hündürlüyü tərəfindən kök altında 3 dəfə kiçik olan rombdur. Hündürlüyünü qeyd edeyim. Bu hündürlüyü tərəfindən 3 dəfə kiçikdir. Deməli, bura yazıram kök altında 3A, burada yazıram A. Və rombun daxilinə çəkilmiş çevrənin radiusu
R bərabərdir 3 kök altında 3. Olarsa bu rombun perimetrini tapın. Deməli, rombun perimetrini soruşur bizdən. Biz bilirik ki, hündürlük bərabər, radius bərabərdir. Radiusu tapmaq üçün hündürlüyün yarısıdır. Hündürlüyün yarısı radiusdur. Rombun daxilinə çəkilmiş çevrənin radiusu hündürlüyün yarısına bərabərdir. Bu zaman 3 kök altında 3 bərabərdir h bölünsün 2. Buradan da hündürlük bərabərdir 6 kök altında 3'ə. Biz tapdıq hündürlük 6 kök altında 3. Bizdən perimetri soruşur. Deməli, hündürlük həm də A ilə işarə eləmişik şəkildə. A bərabərdir 6 kök altında 3. Deməli, burada A-nın yerini, bura 6 kök altında 3 yazsaq, bu da olacaq. Deməli, tərəf kök altında 3A, yəni bərabərdir kök altında 3 vurulsun 6 kök altında 3, o da eləyəcək 18. Tərəf olacaq 18. Belə yazın bura 18. Bizdən də perimetri soruşur. P bərabərdir 18 vurulsun 4 bərabərdir 72. Daha sonra 54'ə baxaq. 54. ABC düzbucaqlı üçbucağını çəkirəm. Düzbucaqlı üçbucağını çəkdim. Deməli ABC. Və hər hansısa bir N-dən M-ə perpendikulyar indirirəm. Bu N-dir, bu da M-dir. BM 3'dür. BM 3. 3. MN 4'dür. MN 4'dür. Pifagor teoreminə görə 3, 4, hipotenuz, BN hipotenuz olacaq, 5 olacaq. Yəni 3'ün kvadratı üstə gəl 4'ün kvadratı bərabərdir BN-in kvadratı. BN də bərabərdir 5'ə. Daha sonra NC-ni 7 verib, bura 7'dir. AM parçasının uzunluğunu soruşur bizdən, buranı soruşur. Deməli, biz nə edirik burada? Biz burada bucaqları düzək. Məsələn, bura bir alfa deyək, bura bir beta deyək. Deməli, alfa, beta, bu böyük üçbucaqda B bucağı betadırsa, burada olacaq alfa. Oxşar üçbucaqlar əmələ gəlir buradan. Deməli, MBN, üçbucaq MBN oxşardır. MBN oxşardır. Üçbucaq CBA-ya. Biz də verilən nisbətləri, uyğun nisbətləri yazaq. Deməli, MB verilir. Yazıram. Ümumiyyətlə qaydanı yazım. MB bölünsün CB bərabərdir. BM bölək BA. Yəni 1, 2, 3. 1, 2, 3 olacaq. Deməli, 2, 3'ü böldüm BA-ya. Daha sonra 1, 3'ü, yəni M-ni bölürəm CA-ya. Buradan bizə lazım olan hissə AM hissəsi. AM hissəsinə baxacağıq, yəni AB hissəsinə. MB neçədir? AC hissəsi lazım olmayacaq burada bizə. Deməli, bura lazım deyil. Bu nisbət qalsın. MB neçədir? MB 3 bölünsün. CB neçədir? CB bütövlükdə 12 bərabərdir. BN 5, BA bərabərdir 3 üstəgəl x. İxtisar etsək 4'də 1 və tənasüblə çarpaz vursaq 3 üstəgəl x bərabərdir 20, x da bərabərdir 17 olacaq. 55'ə baxaq. 55. Deməli, bu sonuncu sualdır deyəsən. 55. 2 ədədin cəmi 6'ya, kvadratların cəmi 22'yə bərabərdir. Bu ədədlərin hasilini tapın. Deməli, 2 ədədin cəmi 6'ya bərabərdir. Kvadratları cəmi isə 22'yə bərabərdir. Bu ədədlərin hasilini tapın. Yəni, A vurulsun B, sual işarəsi. Deməli, biz nə edirik? Birinci bu ifadəni, bu verilən ifadəni aşağıda yazım. A üstəgəl B bərabərdir 6. Hər tərəfi kvadrata yüksəldək. A-nın kvadratı üstəgəl 2AB üstəgəl B-nin kvadratı bərabərdir 36. A kvadrat üstəgəl B kvadratını yanaşı yazsaq, üstəgəl 2AB bərabərdir 36. Bu ifadənin qiyməti verilib 22 üstəgəl 2AB bərabərdir 36. 2AB bərabərdir 36 çıxılsın 22. Yəni 14, AB də bərabərdir 7. Bizdən də AB hasilini istəyirdi. Bu qədər uşaqlar. Sağ olun. Uğurlar arzulayıram sizə.